Qəzadan sonra beynə və orqanlara qan sızması qalıcı hasarlar yaradır və bu da əlillik dərəcəsini, əlillik ehtimalını artırır. İqtisadi nəticəsi isə 40 illik əlillik müavinəti, baxıcı pulu və sair deməkdir. Vaxtında müdaxilə həm də reanimasiyada keçən günlərin sayını azaldır. Reanimasiya çarpayısı bir xəstəxana üçün ən bahalı resursdur. Qızıl saatın infrastruktur xərcini təmin etmək əlbəttə ki, dövlət üçün daha baha başa gəlir, amma bu ağıllı xərcdir. Bunun üçün deyərdim ki, hava təcili yardımı, yəni helikopterlər təmin oluna bilər, çünki tıxacda itirilən vaxt qızıl saatdan xərclənən vaxtdır. Digər çıxış yolu işlək və effektiv olan regional travma mərkəzləri yaratmaqdır. Bütün ağır xəstələri Bakıya gətirmək əslində iqtisadi cinayətdir. Rayonlarda strateji nöqtələrdə qurulan kiçik, amma tam təchizatlı mərkəzdə həyat qurtara bilər. Digər çıxış yolu kimi İsveçdə Vision Zero strategiyasına baxa bilərik. Bu strategiyanın mahiyyəti ondan ibarətdir ki, insan səhv eləyə bilər, amma yol sistemi elə qurulmalıdır ki, orada heç bir ağır qəza və ölüm hadisəsi qeydə alınmasın. Bu uzunmüddətli perspektivdə həqiqətən də özünü təsdiq edən və həyata keçirilməsi mümkün olan bir strategiyadır. Bəs sizcə yollarımızdakı bu iqtisadi qətliamı dayandırmaq üçün daha çox cərimələr tətbiq olunmalıdır, yoxsa sürücülük dərslərinə və maarifləndirməyə daha çox pul ayırmaq? Paylaşın ki, çox insana çataq.